Marniyolidə Dəmirçi oğullar ailəsi Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edib. Mərasimdə din xadimləri, ictimaiyyət adamları, rəsmi şəxslər və ətraf yerlərdən gələn qonaqlar iştirak ediblər. İftar mərasimində çıxış edən natiqlər müsəlmanların oruc ibadətlərinin qəbul olunmasını diləyib, ölkəmizdə və dünyada sülh, əmin-amanlıq olmasını arzu ediblər. Mərasimdə iştirak edən qonaqlar Dəmirçi oğullar ailəsinə müqəddəs ayda göstərdikləri diqqətə görə təşəkkür ediblər. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə bugün müqəddəs bir aydayıq, Allahın ayındayıq, Ramazan ayıdır, Quran ayıdır və bu ayda da Allah bütün verilən iftarları qəbul eləsin, Allah bu ayda tutulan oruçları qəbul eləsin, qılınan namazları qəbul eləsin. Allah ölkəmizdə, dünyamızda hər zaman sülhü, əmin-amanlığı bərqərar eləsin inşallah və bugün də bu ayda Dəmirçi oğlu ailəsi tərəfindən onlar hər il Allah ayında iftar veriblər, bu ayda da iftar veriblər. Biz Dəmirçi oğlu ailəsinə, bura gələn hər bir kəsin adından təşəkkür edirik və Allahdan bu iftarın öz dərgahında qəbul olmasını diləyirik.